çok güzel bir gül gördüm. Tanımadım ama bir nefesini topladım. Anamdan soruşanda, anamdan soruştum. Tarih gülü. Tarih gülü? Ben de eşitmişim ama görmemişim. Derler şansım bu oldu. Olar bir gün sizin bağa gidip kara bülbül toplaya. Olar giderik. Kara bülbül sadece bir çiçek değil, halkımızın yaddaşında uzun ömürlü ve sadakatin rəmzidir. Xarı bülbül çiçeklerin şahıdır. Xarı bülbül sadece bir çiçek değil. O, Qarabağın ən incə, ən zərif və ən mənalı simvoludur. Əvvəllər bu müqəddəs gül təkcə Şuşada bitərdi. 30 il ərzində yağı düşmən bizi Şuşasız qoydu. Böyük zəfər günü gəldi. Biz Şuşamıza qovuşduq. Lakin bu qovuşma asan başa gəlmədi. Bu qovuşma yüzlərlə igid oğullarımızın qanı və canı bahasına reallaşdı. İgid ərənlərimizin tökdüyü hər damla qan bu müqəddəs torpağı suvarıb və xarı bülbülü Azərbaycanımızın digər bölgələrinə də yaymağa imkan verir. Xarı bülbül indi təkcə Şuşanın və Qarabağın deyil, bütün Azərbaycanın fəxri və azadlığımızın əbədi simvoluna çevrilib. O bizə xatırladır ki, qanla suvarılan torpaq heç vaxt boş qalmır. O hər yerdə çiçək əkir. Şəhidlərimizə Allah rəhmət eləsin.